Salam əziz dost, ümidvaram ki, yaxşısan və dil öyrənməklə bağlı hələ də, necə deyərlər, mübarizə aparsan. Sənin üçün çox maraqlı bir metodika izah edəcəm və bu metodikanı da sən hər hansı bir AI vasitəsilə rahat şəkildə həyata keçirə bilərsən. Bu metodika nədir və necə sözləri yadda saxlayacaqsan, necə onları işlək vəziyyətə gətirəcəksən və necə danışacaqsan, necə oxuyacaqsan, bunu sənə çox rahat şəkildə izah edəcəm. İndi isə yaxın dur. Videonu sona qədər izlə və dediklərimə mütləq şəkildə əməl et. İndi dostum, gəldik metodikaya. Burada belə bir tekst yaratmışam. Bunu hər hansı bir AI sistemində yarada bilərsən. Və necə yaradacaqsan, onu sonunda da göstərəcəm. Məsələn, sənin levelin B1 səviyyədirsə, məsələn, tam deyək ki, pre deyil, tam inter deyil, orta səviyyədirsə, məsələn, o səviyyədə bir mətni hər hansı bir AI sistemindən xahiş edəcəksən. Məsələn, kiçik bir mətndir, environment mövzusudur, ətraf mühitlə bağlı. Fikir versən, növbəti hissədə isə mən AI sistemindən xahiş elədim ki, buradakı, bu mətndəki sözləri, əsas mövzu sözlərini yadda saxlayın, çıxarsın və onların sinonimlərini qoysun qabağına. Mən hansı ki, mətni başlayıram öyrənməyə və mətni öyrənən zaman bu lüğəti də qoyuram qarşıma. Və bu lüğətdən bəzən bizə suallar verirlər ki, biz necə eləyək ki, danışığımızda fərqli sinonimlərdən, fərqli söz bağlayıcılarından istifadə edək. Onu istifadə etmək çox rahatdır. Öyrənə, məsələn, birinci environment sözüdür. Environment sözünün digər sinonimini görürsünüz. Pollution olsun, recycle olsun və s. waste olsun, nə bilim, ocean, climate change və s. hər bir sözü, yəni sinonimini qarşısında verin. Siz bu teksti öyrənə, bu sinonimləri onlardan əvəzləməyə başlayırsınız. Və bunu dəfələrlə danışa, məsələn, bir dəfə, məsələn, necə deyim sizə, məsələn, trash sözünü deyin, hansı ki, zirzibil, tullantı mənasını verir. Yəni, recycle sözünü deməyin, məsələn. Bir dəfə, nə bilim, planet sözü, məsələn, burada görürsünüz, məsələn, onun müəyyən sinonimləri verilib. Və yaxud da protect olsun, məsələn, sinonimləri verilib, save-lə verilib. Yəni, bu sözləri istifadə etməyə çalışın. Yəni, bu zaman diliniz zənginləşəcək və sözləri daha rahat şəkildə istifadə etməyə başlayacaq. Və bunu AI-dən necə kömək ala bilərsiniz, indi sizə onu göstərmək istəyirəm. Bu formatda yazsa sizə təqdim edəcək. Burada səs hissəsi də var. Əlbəttə, əziz dostum. Aşağıda sənə B1 səviyyəsində 10 cümləlik qısa bir ingilis dili mətni təqdim edirəm. Daha sonra həmin mətnə bağlı əsas sözləri və onların sinonimlərini qeyd edəcəyəm. Text: A day at the beach. Last weekend, Fikir versəz, Sarah went to... həmçində səsləndirir. Çox rahat və çox easy. Möhtəşəmsiz, uğurlar.